Avropanın ilk müdafiə sənayesi proqramı təsdiqlənib. Qərbdə bir sıra ölkələrin ayrı-ayrılıqda öz müdafiə sənayesini gücləndirmək cəhdlərindən sonra bu, mütəşəkkil şəkildə fəaliyyət üçün ilk addımdır. Mütəxəssislər isə bu zərurətin yaranma səbəbi olaraq Rusiya-Ukrayna münaqişəsini göstərirlər. Təfərrüatı öyrənmək üçün indi isə Almaniyaya xüsusi müxbirimiz Günay Məmmədovaya bağlanacağıq biz. Günay, hər vaxtınız xeyir olsun. Proqramın detalları nələrdir, sizdən öyrənək. Bəli, bugün Avropa Parlamenti müdafiə sənayesi sayəsində ilk Ümumavropa proqramını təsdiqlədi. Bu sənəd Avropa İttifaqının müdafiə sahəsində texnoloji və sənaye bazasını möhkəmləndirməyi, birgə silah tədarükünü sürətləndirməyi, istehsal güclərini genişləndirməyi və Ukraynaya hərbi dəstəyi artırmağı hədəfləyir. Proqramın ümumi büdcəsi 1,5 milyard avrodur. Bu vəsaitdən 300 milyon avro Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və onun Avropanın hərbi texniki sektoru ilə inteqrasiyasına dəstək göstərilməsi üçün ayrılacaq. Proqramın çərçivəsində müdafiə təchizat zəncirlərinin transformasiyasını sürətləndirmə məqsədi ilə FAST adlı bir xüsusi fond da yaradılır. Bu fond üz dövlətlərin əlavə könüllü ianələri hesabına formalaşacaq və ən az 150 milyon avro həcmində maliyyələşdiriləcək. Proqramın əsas tələblərindən biri isə Avropa mənşəyi prinsipdir. Yəni, yalnız o müdafiə məhsulları maliyyələşdiriləcək ki, onların üçüncü ölkələrdən alınan komponentlərinin payı ümumi komponent dəyərinin 35%-ni keçməsin. Sənədin qəbulundan əvvəl Avropa İttifaqı Şurası ilə intensiv danışıqlar aparılıb və Avropa Parlamentində proqram geniş dəstək qazanıb. 457 deputat sənədin əleyhinə, 148 deputat əleyhinə səs verib, 33 deputat isə bir tərəf qalıb. Üz dövlətlər tərəfindən rəsmi təsdiqlənəndən sonra sənəd Avropa İttifaqının rəsmi jurnalında dərc olunacaq və qüvvəyə minəcək. Qeyd edeyim ki, Ümumavropa müdafiə sənayesi proqramının yaradılması təklifini Avropa Komissiyası 2024-cü ilin martında təqdim eləmişdi və Avropa İttifaqının qiymətləndirmələrinə görə Avropanın müdafiə sənayesi sektorunun illik dövriyyəsi təxminən 70 milyard avroya çatır. Qeyd edeyim ki, bu proqram Avropanın müdafiə sənayesində, siyasətində yeni mərhələ hesab olunur. Həm hərbi istehsal artırmağa, həm də üz dövlətlər arasında koordinasiyanı dərinləşdirməyə yönəlib. Brüsseldə hesab eləyirlər ki, təhlükəsizlik mühitinin dəyişdiyi bir dövrdə belə addımlar Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Çox sağ olun Günay, məlumat üçün təşəkkür edirik. BMT qurumu